Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Beyləqanda baş verən qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan qardaşlardan biri ölüb. Oxu 24.com-un məlumatına görə 1996 il təvəllüdlü Elvin Barizoğlu Həşimov həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib. Qeyd edək ki, avtoqəza zamanı xəsarət alanlar Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyinin əməkdaşlarıdır. Beyləqanda nişan mərasimindən dönənlər avtomobil qəzasına düşüblər. Hadisəsi rayonun 1-ci Şahsevən kəndi ərazisində baş verib. Qəza zamanı 1996 il təvəllüdlü Həşimov Elvin Barizoğlu, onun qardaşı, 1999 il təvəllüdlü Həşimov Ülvi Barizoğlu və 1999 il təvəllüdlü Səfərov Məhərrəm Elmanoğlu ağır xəsarətlər alıblar. Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıb.